Mən Bakıda yerləşən Əbülfəz Qarayev adına 2 saylı klinika haqqında danışmaq istəyirəm. Bu klinikada həqiqətən gün ərzində 2-3 dənə ölüm olur. Devlət klinikası olduğuna görə, yəni belə deyim də, baxılmır. Həkimlər yalandan, saxta uşaqlar üçün rapor çıxarır, hansısa güya səbəbdən öldü uşaq. Halbuki uşaqlardan bel iliyi çəkilir. Bel iliyi də bildiyiniz kimi pullandır, neçə min manatdır. Eyni qardaşımın oğlu Uğur da 38 qızdırma ilə skor ilə həmin klinika Əbülfəz Qarayev adına 2 saylı uşaq klinikasına gətirdik. Qəbulda uşağa Aytən xanım vurduğu antibiotik prob qoymadan vurduğu iynə nəticəsində uşaq komaya düşdü, şoka düşdü və komaya düşdü. Bu müddətdə 7 gün uşağı xəstəxanada saxladılar və yalancı diaqnoz qoydu, meningit diaqnozu. Halbuki uşağın beynin MRT elətdirdik.